Hörmətli başçımız, hörmətli şəhid ailələri, hörmətli qonaqlar, hər birinizi Zəfər Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Doğrudan da rayonumuzda hər il qeyd olunduğu kimi bu ildə çox yüksək səviyyədə qeyd olunur bu tədbir. 5 il öncə 27 sentyabr 2020-ci il tarixində biz döyüşlərə cəlb olunanda ön sıralarda və ən qaynan nöqtələrdə döyüşlərə başlamışdım. Bəli, məlum idi ki, bu bizim son döyüşümüzdür. Biz axıra qədər getməliydik. Və düzdür, döyüş, itki, can, qan tələb edir, bu məlum idi. Amma buna baxmayaraq şəhidlərimiz oldu, yaralılarımız oldu. Mən bəzən düşünürdüm, Allahımdan möhlət istəyirdim ki, Allahım mənə vaxt ver, mən yaralanmayayım, hal-hazırda şəhid olmayayım, amma sona qədər gedim, sona qədər gedim, nə olacaqsa qoy sonunda olsun. Sonda şəhid olun, sonda yaralı olun, nə olacaqsa sonu, yəni bu qələbə zəfərini mən görüm, axıra qədər gedim. Və çox təəssüf edirəm ki, mən Topxana meşəsində yaralandım, amma yoldaşlarımız, silahdaşlarımız sona qədər getdilər və 8 noyabr Şuşanın girişində Pənahəli xan tərəfindən inşa edilmiş qala divarının başına bizim üstənşi bayrağımızı sancdılar. Bəli, biz bu tarixi qələbəmizi unutmamalıyıq. Daim yaşayacaq, daima əbəd olacaqdır. Təməli torpağa qanla yazılan, xalqına arxadır bizim ordumuz. Üstənşili bayrağı daim uzaldan, vətənə sadiqdir bizim ordumuz. Neçə şəhid verdik göz yaşımızla, həsrətli günlərin intizarıyla, həyatın enişi, həm yoxşuyla, qalxır zirvələrə bizim ordumuz. İgid oğulların sayları çoxdur, dəmir biləklidir, qorxusu yoxdur, düşmənə tikandır, güllədir, oxdur, əyilməz poladdır bizim ordumuz. Laçının, Şuşanın həsrətini çəkən, Qarabağ yurdumdur, torpağım deyən, gecələr yatmayan, hər an düşünən, anam vətən dedi bizim ordumuz. Az qalıb, uzaqda deyil, yenə qələbə. Orxanam yazmışam olacaq belə, Dərələyə, Zəngəzur, Ulu Göyçədə, bayrağın asacaq bizim ordumuz. Bayrağın asacaq bizim ordumuz. Bir daha zəfəriniz mübarək olsun, sağ olun.